Belim badamisidir, yar belim badamisidir. Bugün məni etiketlediğiniz videolara bakacağız. Belki de yeni favori serilerimizden biri olabilir bu. Şöyle bu sefer de bu videonda beğenecek misiniz? Bugün TikTok üzerinden məni etiketlediğiniz, burada gördüğünüz bir var yok etiketlemeler var. Bu etiketlere bakacağız bu günlerde. Görələ qabağımıza neler çıkacak, ne tər videolar çıkacak. İnşallah yeni kız videoları çıkmaz. Xahiş edirəm, məni kız videoları etiketlemeyin, bezdim sizin əlinizdən. Hansı kızın videosunun altına girsən öz etiketimi görürəm ala. İlk videomuzdan başlayaq. Görək nədir bu? Ağzımda ne dedim? Ağzımda ne dedim? Kız videosuna etiketlemeyin kardeş. Ben sürün de, bakmayacağım bu videoya. Pulumuza qənaət edək, amma siqaretə yox. Sen bir daha söz deyim. Deyəsən ben oğlan değilim ama ben eşitmək istəmirəm bu tipdə sözlər. Sen öyle Ne? Abi sen bir daha söz deyim. Bak daha çok yorumlarda bu tipdə şeyler gözləmim şaşırdım ben. Bu dediğim söze karşılık. Sadece bir Rəhman zaten fark edip bunu ve video düzeldi. Başka hiç bu hakkında hiç denememişti sen öyle. Bu nedir? Gayretine kurban. Faravskoy mir olacağım anne. Okuyup adam. Həqiqətən sənin ət birindən mən varam. Bu nədir? Məndən bəhs edir. Bas 1-ə çıxan Alpen Gold borcusun. Niyə hər səfərdə bir mən çıxıramdan ha? Görmədən məndə kim var birdə? Əhməd, mən Alpen Gold'umu alt ezələ. Bu nədir Allah? Bir köynək bu qədər sevə bilmərsən, köynək. Bax bu da yaxşı etiketləməkdən bax. Tam olaraqdan mənim etiketlənə biləcəyim bir tipdə bir videodur. Bu nədir? Bilirəm ki, bu da viral olacaq. Ona görə də ölkədə ilk mən sınamaq istədim. Amca Viral olacaq. Belə şeylərin viral olmasını heç istəmirəm, həqiqətən deyirəm. Yemək yeyən varsa bu videonu izləyən, həqiqətən sizdən üzr istəyirəm. Ətə bas 3-cü çıxanı səndən xoş gəlir. Nə oldu? 1-ə də mən çıxıram, 3-ə də mən çıxıram. Qardaş başa düşmürəm həqiqətən. Qəşəydir. Mahnı. Bu nədir? Başladıq da yenə ya. Yaxşı buna baxacağam. Çox qəşəydir. Mahnı. Bu nədir? Aha ben sizdə hər sarışın qız videosu mənə etiketləyəsən. Bu nə də özü hamısı da eyni adam etiketləyir. Buna da bir dənə. Ay zübə salam sizdə. Ay zübə göz. Nəsə qəribə bir şey var. Salam əleykum. İndi sizə Fərəz haqqında danışacağam. Cəy YouTuberdir. İş yüzlü qızları listəməkdir. Qızlar elədir, belədir. Elə bilir ki özü çox zordur. Qızlar TikTokda nə paylaşsa götürüb gedir YouTube seçməyə. Bu qız belə idi. Güya çox gülməlidir. Güya qızlar olmasa o video seçməyə biləcəyi və tanınmış ola bilməyəcəyi yazıq bilmirəm. Yaxşı olsun qızların videonu sevərək qavacağını soğum görə bilməyənlər üçün Fərəz səhifəsi. Neçə yaşın var? 5. Hə yorumlara bax, qızlar olmasa dola bilməyəcəkdi. Düz deyir. Hə vallah. Bəli. Nə kayfın yaşırsınız ala. Bu haqqda şey eləməyəcəm bu arada. Arqument gətirməyəcəm. Bu arada sıxılmışam da yəni sən. Nə fikirləşirsən? Allah vezində deyəcək. Biraz sizdən bəhs etdik. Gələk bu nə videosu? Abi əslində o qədər deyirəm ki, o şaşlıq işlətməyin editlərinizdə hər dəfəsində o şaşlıq işlərinizdə qardaş nifrət edirəm o şaşlığa. Allah görmək istəmirəm. Çıxılın bu videodan ona görə. Sırf o şaşlığa görə. Nədir? Eserde bir bulmaca var. Yox, da qardaş baxmayacağam. O əsəri çıxardım mən həyatımda. O əsərə baxmayacağam. Ən azından adımı Töy yazıb və Fərəzi 2 dəfə yazıb. Ona görə də sənə like atıram. Bir videoda sizdən bahs etdik. Görək bu nə videodur? Ay, mən bir şey çatmır ya. Bu son zamanlarda bir dənə də YouTuber var idi, hə. Əvvəl də video çəkirdim, təzədən qayıdıb da YouTube'a. Abi gəlib yenə şey deyir. Gördüm YouTube ölüb, gəldim YouTube'u canlandırmağa. Hər video çəkən niyə özün YouTube'un kral zənn edir? O mənə çatmır ya qardaş. Çəkin də vallah. Sadə insan olmaq bu qədər mi çətindir? Niyə hamı egoist olmağa bu qədər meyllidir? Həqiqətən çox iyrənc bir şeydir. Çöldə baxanda çox iyrənc bir şey kimi görsənir də. Yəni niyə də qardaş, niyə? Yaxşı video çəkirsən, yaxşı işlər eləyirsənsə, bıraq da insanlar sənin yerinə bunu desin. Sən bunu özün demə. Əgər həqiqətən də yaxşı iş görürsənsə, ağzından əvvəl əlini işləməlidir ki, sən ortaya bir şey çıxardandan sonra insanlar sənin yerinə bunu deməlidir. Özün nə bunun deməyin həqiqətən də çox iyrənc bir şeydir də, yəni. Sən olan hörmətin var isə, yəni o tip egoistlikdən sonra hörmətim sıfır olur da, yəni. Görək burada nə etiketləmişlər mənə. Korkut X Eşref editinə mən niyə etiketlənmişəm? Bax sizə bir qəşəng bir sual verir. Bu qaqaşı bax full Eşref videolarına etiketləyib mənə. Bu qaqaş nə yer yenə sən Allah. Bu qaqaş var yeməkdən bitər olur ha. Yolka yedir. Qardaş mən gözümü açandan bu tip videolar seçir, səni öldürürəm də. Yəni yeyib köşəlmir. Nətər olur bu mənə çatmır. Hər şeydən vazgeçərdim amma səni sevməkdən asla. Yeah, şapşi. Gayretine kurban. Bəs südə Allah. Fərəz Ətikçi sən sevilmiş amma deyə bilmirəm. Həqiqətən çox utanırdım deməyə. Yaxşı oldu ki, Ətikçilə çıxdım da öyrəndim bu gerçəyi. Şola burada sizə bir dənə söz deyim. Çox belə YouTube'a qoyula bilməyəsi videolara məni etiketləməyin TikTokda. Çünki onları qoya bilməyəcəm videoda. Heyvan videolarıdır, özünə zərər verən insanlardır ya da nə bilim şiddət içərən videolardır. Belə videoları mən etiketləməyin, qoymayacağam videoya. Görək bu nədir? Onlarda manken, bizdə manken. Lan Allah. Kardeşim inşallah oturacaq vardır orada. Axtarış yerinə aşk yazanda çıxan ilk video bizi anlatıyormuş. Okey, gəl axtaraq, baxaq. Mən aşk yazanda gələk ilk video nətərliymiş. Bu nədir?
Aa reklam demiş bu. Reklam uzak olur mu hiç insan sevdiğine? Ya aklındadır ya kalbinde. Sen benim her anımdasın. Haklılık payı var mı? Bilmirəm. Küçükken aynayı öptüğünü biliyorum. Bu Jersey hardan öğrendim. Məndən bəhs edir. Görək. Nə deyir? Griff meynəm deyir. Surge meynəm. Otis meyni. Aa bu kız şeydir. Bu kız tanıyırım. Charlie Mayn. Adam Charlie Mayn olmaq istəyir lan. Nəysə mən Surge meynəm. Ən azından daha yaxşıymışam. Üçüncü çıxan sənə bundan almalıdır. Məncə üçüncü çıxmamışamsa da siz gedib mənə üçüncü eləyib onu mənə çıxartdırarsınız. Kaya gedirik uşaqlar. Arvadımın şəkilləri. Bu adamın videosuna həqiqətən baxmaq istəmirəm. Səhv eləmirəmsə bu mənə DM yolu ilə əlaqə saxlamışdı. Demişdi ki, əvvəllər eləmişəm, qələt eləmişəm falan. O videonu sil oradan falan kimi bir şey yazmışdı. Səhv eləmirəmsə. Deyəsən, yanında deyil. Bəlkə başqası da yazmış ola bilər. Qarışdırıram bəlkə də. Görək bu nədir? İngiliscə meyvələri tapırıq. Banana, apple, orange, lemon. Üzümə nə deyirdilər? Qardaş, ay Allah, üzümə nə deyirdilər? Great. Great. Oy zibir kimsə dedi yarxıda 100%. Ay bu qaqaşın canlı yayına girmişdim. Allah biz sizinlə qarırdı. Maşın almaq üçün canlı yayında maşın yığmaq üçün pul dilənirdi. Allah belə bir abırsıq görməmişəm. Həqiqətən deyirəm də. Yəni vaxtında bu qaqaş üçün dediyim bütün yaxşı sözləri geri alıram da yəni. Reaksiya videosu çəkən insana reaksiya videosu çəkmək necə bir histir? Videolarına baxsan çox gülmürsən, amma görək də çalışacaq. Keçən videoda 3 səfər vermişəm məsələn. Bir dəqiqə. Dayan. Nə dedi o? Keçən videoda 3 səfər vermişəm məsələn. Yaxşı. Bura ilişən insanlar olacağını o qədər əmin idim ki sən. Hansı videoda? O videoyu göstər görüm mənə. Qardaşım inanmırsansa, məni güldür, İrem Mat qazan videosuna baxa bilərsən 3 səfərə vermişəm həqiqətən də. Bu nədir? Sən niyə laf atıyorsun? Hə, nə olacaq? Bir dakika, boynum ağrıyor cidden. Baldibekin Azərbaycanca danışan videosu mu? Şu an çok fena. Dur, devam Çox edemem. fena. Baldibekdən mən də qoyub, Baldibekdə qoyub belə bir dənə video düzəltsələr maraqlı olardı həqiqətən də. Siz inanırsınız, mən düz 5 ildir ki mandarin yemirəm. Fikirləşin bugün nə oldu? Tüpürəcəm. Niyə tutursan? Çünki bugün olar. Bu əlimdəki bilirsiniz nədir? Nə olduğunu bilmək istəmirəm. Lənət olsun. Bax ət buradaydı. Ət bilsən nə qarır bu dəqiqə özüm vurur divara da sən öldür. Roleplay olmadığını bilsəm çox qəşəng şeylər deyir. Prosta roleplay olduğunu bilirəm deyə çizdim. Onlar olmaz söhbət o qədər məni sıxıb ki, o qədər keşfetimi belə sarmışdı. Səni öldürəm ki, onlar sözünü engəlləmişdim ki, qabağıma belə şey çıxmasın da səni öldürəm. Mən ona yox dedim. O özü bil Dilşadın mənə etiketlədiyi video. Mən ona gəlmə dedim. O da gəlmədi. Bu nə deməkdir? Kişilərdə qızdaşma nedir? Abi bu qızdaşmaq deyil. Bu özünə hörmətdir. Mən də şəxsən, məsələn, mən kimsə mənə deyə bilməz ki, sən şeysən. Feminəm, sən tekməsən. Kimsə gəlib mənə deyə bilməz. Amma ki, mənə bir dəfə yox deyən qadının ikinci dəfə ayağına getmərəm. Abi insanlar bu fikirdən şey eləmirdilər. Yorumlardakı bəzi qadınlar var idi ki, bu fikirdən razılaşmırdılar. Bilirsən nə deyirdilər? Deyirdilər ki, mən ona yox deyirəmsə bu yox demək deyil. İkinci dəfə gəlsə mən ona hə deyəcəm. Qardaş bu nə deməkdir? Allah sən bəlkə sən ona yox deyəndə yox elə deyirsən ki, yəni o oğlan başa düşür ki, bu həqiqətən də yox demək deyil. O başqa məsələ. Prosta səhv bir şəkildə sən yox deyən bir qadının ikinci dəfə ayağına gedirsən. Sən axmağın birisən də yəni. Yəni yorumlarda bu haqqda o qədər ağlayan olub ki, həqiqətən mənə çatmır da. Yəni özünüzə hörmətiniz olsun, xahiş edirəm. Lağarsınız siz belə. Bu qədər qız yanığı olmayır. Çox xahiş edirəm də yəni. Bir belə yazmışdı. Deyir ki, siz ona yox deyirsiniz, sonra oğlan təzədən gəlir də. Məsələn, təzədən 2 dəfə, 3 dəfə məsələn oğlan əl çəkmir də. Qız da gedib həmin qız qruplarında və ya podruqasına falan deyəcək ki, bir dənə sırtıq var düşüb dalıma, əl çəkmir məndən. Məsələn, o xoş bir şeymi? Elə bir söhbətin olması xoş bir şeymi məsələn? Çox haqlı bir yorumdur mənim fikrimcə. Yəni bir dəfə yox aldınsa, söhbət qurtaracaqdı. Əgər sən oğlandan xoşun gəlirsə, hərəkətlərindən və ya görünüşündən xoşun gəlirsə, ilk səfərində sadəcə tanışlıq üçün ona şans verməyin son dərəcə normal bir şeydir. Əgər o verdiyin şansa oğlan ucuz bir qız gözü ilə baxırsa sənə, ilk səfərində ona şans verirsənsə, oğlanı zaten başın var. Çox uzatdım bu söhbəti. Nəysə də, qızdan qıza təbii ki dəyişir. Prosta biz o dəyişən qızların hansını həqiqətən həqiqətən yox dediyini heç vaxt bilə bilmərik. Mən 2 ildir şəkər yemirəm. Ay bəsdirin. Allah ki bəsdir. Bezdim. Göndərə basında çıxan 3-cü kişi bu səni hamilə. Mən belə elə bildim ki, mən laptopum sonra boynum alarama yüklədir. Yaxşı nə qədər oxşuyur. O sifətinə biraz bir saniyə baxanda tutursan ki, yəni başqası adamdır. Prosta tasla köynəyə oxşuyur deyə, başqa adam başı qarışır bir anda. Durduq yerə müəllimlər. Siz oxumursunuz. Siz oxumursunuz. Elə bildim başqa şey dedi, Allah ki deyirəm də yəni. Mən boş-boşuna burada boğazımı zırıram. Oxumursunuz siz. Oxumursun, sən oxuyursan mən sən... Bu nədir? Ada bu Ayazın bu qaqaş görmüşdüm. Tarıqov da görmüşdüm qaqaşı. O zaman yorum başlığına yazın. İstəyənlərdəki birinci öz şəklinizi atın, ilin istəyən. Atım şəklim. Bu arada mən heç vaxt tipimlə övünməmişəm də, yəni başa düşürsən. Nə ilə nəsə övünmüşəm, heç vaxt tipimlə övünməmişəm. İki övlənəsi bir şey də yoxdur məncə. Qızların gündə heç bir-birinin atdığı yoxdur. Toz 2 ağzındakı eşya. Mən də deyirəm bəlkə maraqlı bir dənə köhnə şeirlərdən biridir. Fərəz eləyirsə gedərəm. Etki ilə buralarda elle gezəcəksin, Kabilmi? Mən təş də cəzərəm, naşiyi taxıb. Nədir?
Bir dəfə çıxdı deyə pis indi bu qızın bütün videolarının altına mənə etiket gedir. Kimdə full da bu qızanı deyəsən level Z5-in videolarını tepki seçir. Tepki nədir video? Pulsuz 470 manatlı skuterə sahib olmaq Nə istəyirsən? deyir? Faraz deyir Ramala oxşuyur. Aha, yan. Ramal? Ramalın necə biri olduğunu bilirsən tam olaraq da bunu Ramala oxşadırsan. Kimdə la? Ay Zübül. Farazla qarşılaşdım. Ay burada görün nə gündəyəm. Sən Allah bir dənə tipimə baxın, bir dənə itin oxşayıram. İtə oxşayıram. Çox da abartmayın da xahiş edirəm. Nə danışırsan? O saçın başım it gündə də geyindim köynəyə bax bir dənə. Özü köynəyin altında bir dənə deşik var. Yaxşı oran çəkməyib. Bu nə videodur? Videonun başında dediyim hər şey bir-bir düz çıxır eləyəsən. Adının sonuna bayraq qoyanları hissədir. Dalaram, nə qədər qılıncım tutub alaram. Ya da bir yerinə elə salaram. Qışqırırsın oy 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 ay 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 ay. Arkadaşım mahnı məndən aldı. Bu nədir? Açılmadı. Aa bu kız. Bu kız. Evet. Bəzi videolar axıra qədər baxmağa dəyər. 8 dənə poz. Hoppa, qəşəng. Poz deyirəm məsələn. Uhu. Bu təhlükəlidir, bunu evdə yoxlamayın. Qəşəng bir edit idi, bəyəndim. Bro, gör nə tapmışam. Məsələn bu deyil. Hə, çoxdan da görmürəm. Pulan götürüm yoxsa? Məncə götürək. Bəs tərkib Allah sən bir dənə söz deyim. Ay Allah, hər dəfə PR oluram da. Yəni mən ümumiyyətlə video konusunda dostlarımın sözünə həqiqətən də qulaq asmam. Yəni bu videonu və Virajdan video seçdiyimiz ərəflər var idi. Rəşd burada olanda. Bu videonu göstərdim, hə. Mən bu videonu normalda seçmək istəyirdim. Bu bir dənə video görmüşdüm xaliclərdə. Abi, dedi ki, bu nə videodur? Nə mənasız, məntiqsiz videodur, maraqsız videodur. 12000 like alıb. Şəşdim çəkmək lazım sənə. Bu nə video? Allah. Kart nə olacaq yoxsa nə? Yəni heç bir meme tam tərpənmədi gördüyünüz kimi. Mən Bozuma. Yaradıblar. Editi yaradıblar həqiqətən deyirəm. Bu arada sözün əsl mənasında bax elə. Azərbaycanda çox yumor videosu çəkən şeylər var da, bloqerlər və ya tiktokerlər var da. Bəlkə də yarısından çoxu bu işi bacarmırlar da. Amma sözün əsl mənasında videolarına baxanda zövq aldığım tək-tük bloqerdən biri də Hilal Ağacadır. Həqiqətən deyirəm. Yəni və bunun əksindəyən varsa həqiqətən də bilmirəm. Mənim yumoristim bəlkə də onun üçün uymur deyə belədir. Amma Hilal Ağacadır mənim üçün həmişə birinci yerdə olacaq. Ay yenə bu qızın videosunu etiketləmişlər. Ondan sonra yorumlarda bir siz nə yazmışdılar? Qızın yaşını bilsəni elə deməzdim falan. Mən qıza nə dedim ki, qız sadəcə gözəldir dedim də. Yəni yaşını mən hardan bilim? Sifətinə baxanda qızın yaşını mən hardan bilim ala? Mən şöyle video baxmayıbsa, buradakı linklərin falan baxa bilərsiniz ya da kanalını tapa bilərsiniz etiketlədiyiniz videoya baxdım. Önümdə sizdən bəhs etdik. Surge. Bir yıldıza düşüyor. Təəssüf ki, amma Surge'un vaxtı cəzət olsun, narahat olmasın. Ay yenə bu qızın videosunu etiketi bəsdirin də la. Mənim videomda bir dənə qız gördülər ki, füsiyada gedirlər full anca 10 videosu etiketləyirlər məni. Biz yoxsa qardaşlar mı? O da la. Mən oradan sonra özümə edit eləmişdim. Dala bu edit üstə editdir, nədir bu belə? Azərbaycan dilini çox yaxşı bilirsiniz. Onda bu suala cavab verin. Atası oğlunu döyürdü. Çünki o içkili idi. İndi deyin, kim içkili idi? Atanın əli qalxıbsa, içkili olan şüşə yox, ağıl olub. O an içkili olan oğul deyildi. İçkini bəhanə edən ata idi. Bəli, bəli. Hətta var bu video baxanda mən bu videonun həqiqətən də şeydə belə düzəldilmiş bir video falan olduğunu fikirləşdim, amma sonradan gördüm ki, həqiqətən də mənim videoma reaksiya veribmiş. Həqiqətən qəribə idi. Gözəl bir təcrübə idi belə. Fərhad dostumuzun bizə belə reaksiya videosu çəkməyi deyirəm və bu videonun burada sonuna gəlirəm. Əgər daha çox etiketlədiyiniz videolara baxmamı istəyirsinizsə bu videoya bir like atmağı unutmayın. Gələcək videoda görüşürüz. Tamam.